Xalq artistimiz Ağa Hüseyn Zavadovun maraqlı sevgi və həyat hekayəsi. Aktyor 1918-ci ildə Surət adlı xanımla ailə qurub. Onların bu evlilikdən 7 övladı, 5 oğlu, 2 qızı dünyaya gəlib. Aktyorun 2 oğlu 2-ci Dünya müharibəsində iştirak edib. Onlardan biri əlil olub. Ağa Hüseyn Zavadovun hər 2 qızı müəllim olub. Hazırda onun övladlarından sağ qalanı yoxdur. Yalnız gəlini 85 yaşındadır. 1957-ci ildə xanımı iflic olur. Aktyor həyat yoldaşını dəfələrlə müalicə etdirsə də faydası olmur. Surət xanım 7 il yataq xəstəsi olur və 1964-cü ildə vəfat edir. Aktyor bəzən hər həftə xanımının məzarını ziyarət edib. Həyat yoldaşını çox sevən Ağa Hüseyn Zavadov xanımının vəfatından sonra 17 il yaşayıb. Aktyor sağlam həyat sürüb, fiziki cəhətdən güclü olub. Səhərlər idman edər, günün müəyyən saatlarında piyada gəzərdi. Bəzən evdən teatra piyada gedərmiş. 1978-ci ildə aktyor insult keçirib, lakin müalicə edildikdən sonra sağalıb. Aktyor 1981-ci ildə ikinci dəfə insult keçirir. Bundan sonra cəmi 3 gün yaşayıb. Ağa Hüseyn Zavadov nadir aktyorlardandır ki, filmlərdə bütün rollarını özü səsləndirib. Allah rəhmət eləsin.